Salam, hər vaxtınız xeyir. Yenə mən və 8-ci dərsimiz. Bugün öyrənəcəyimiz feillərin sonu y hərfi ilə bitir və bu feilləri cümlədə işlədəndə diqqətli olmaq lazımdır. Belə ki, bunların özünə məxsus bir qaydası var. Amma qaydaya keçmədən öncə gəlin feilləri öyrənək, ondan sonra cümlədə işlədəndə qaydaya baxarıq. Birinci sözümüz qalmaq. Yazanda belə yazırıq, deyəndə isə to stay deyirik. Yəni stay. Digər sözümüz uçmaq, məsələn, quşun uçmağı, təyyarədə uçmaq, ondan sonra uçurmaq, məsələn, çərpələngi uçurmaq, digər mənası da milçək. Yəni isim kimi işlətsək olur milçək, feil kimi işlətsək olur uçmaq və uçurmaq. Digər sözümüz öyrənmək, təhsil almaq. Yazanda belə yazırıq, deyəndə isə to study deyirik. Yəni study. Sonra ağlamaq. Yazanda belə yazırıq, deyəndə isə to cry deyirik. Cry. Və sonuncu feilimiz oynamaq, ifa etmək, çalmaq. Yəni nəsə oyun oynamaq və yaxud da hansısa bir musiqi alətində ifa etmək, çalmaq. Yazanda belə yazırıq, deyəndə isə to play deyirik. Play. İndi sözlərimiz bu qədər, gəlin keçək qaydaya. Bilirsiniz ki, mübtədamız, yəni şəxsimiz he, she, it olsa, onlardan sonra gələn feilin sonuna biz ya s ya da s əlavə edirik. Və indi burada işlənən feilimiz y hərfi ilə bitsə, həmin feillərdə diqqətli oluruq. Belə ki, y hərfi ilə bitən feillərə həm s, həm də s şəkilçisi artırmaq olur. Amma bunu bilmək üçün ki, s yoxsa s əlavə edək, onda y hərfindən əvvəl gələn hərfə baxmaq lazımdır. Əgər burada y hərfindən əvvəl sait gəlsə, yəni a, o, u, e, i hərflərindən biri gəlibsə, deməli biz həmin sözün sonuna sadəcə s hərfi əlavə edəcəyik. Məsələn, demək istəsək o oynayır. Deməli he, she, it hansı şəxsdirsə onu işlədirik. Ondan sonra oynamaq sözünü, yəni play. Və burada şəxsimiz he, she, it olduğu üçün indi biz feilin sonuna ya s ya da s əlavə etməliyik. Onda baxırıq ki, y hərfindən əvvəl gələn hərf a hərfidir, yəni saitdir. Deməli, biz bu feilin sonuna sadəcə s əlavə edirik, s əlavə etmirik. Niyə əlavə etmədik? Çünki y hərfindən əvvəl gələn hərf saitdir. Bir də burada əlavə etdiyimiz s hərfini z kimi tələffüz edirik. Yəni plays deyirik, plays. İndi gəlin görək, y hərfindən əvvəl sait yox, samit gəlsə, s əlavə edirik, yoxsa s? Bəli, düz deyirsiniz, s əlavə edirik. Amma biraz sehirbazlıq edirik. Belə ki, y hərfinin əvəzinə i hərfi yazırıq, ondan sonra da s şəkilçisi əlavə edirik. İndi daha aydın olsun deyə, gəlin deyək, o uçur. Deməli, şəxsimiz bunlardan biri olacaq, çünki o demişik. Sonra da fly sözü, yəni uçmaq. İndi bu sözün sonuna s yoxsa s əlavə edirik. Onu bilmək üçün y hərfindən əvvəl gələn hərfə baxırıq. Əgər sait olsa s hərfi əlavə edirik, əgər samit olsa onda s əlavə edirik. Amma belə yox. Yəni y hərfi olduğu kimi qalsın, mən də s əlavə edim. Belə olmaz. Yaxşı? Burada biz nə etməliydik? Y hərfindən əvvəl samit gördüksə, bu y hərfini i hərfinə çeviririk, ondan sonra s əlavə edirik. Deyəndə isə flies deyirik. Flies. Yəni əlavə etdiyimiz bu s-ni sadəcə z olaraq tələffüz edirik. Baxın, bir də təkrar edirəm. Əgər mübtədamız he, she, it olsa, ondan sonra gələn feilin sonu y hərfi ilə bitibsə, y hərfindən əvvəl gələn hərfə baxmaq lazımdır. Əgər saitdirsə, onda həmin feilin sonuna sadəcə s hərfi əlavə edirik. Yox, əgər y hərfindən əvvəl samit gəlibsə, onda y hərfini i hərfinə çevirib s əlavə edirik. Və bu qaydanın çətinliyi ancaq yazılışında bu dəyişikliyin baş verməsidir. Deyilişində heç bir çətinlik yoxdur. Məsələn, oynamaq sözü dedik play deyilir. Ona s əlavə edəndə dedim plays. Yəni bir dənə s hərfinin yerinə z dedim. Ondan sonra uçmaq sözü. Məsələn, uçmaq sözünə fly deyirdik. Və flyda y hərfindən əvvəl samit gəldiyi üçün biz burada i-yə çevirdik, s əlavə etdik. Amma sözü necə deyirik? Flies. Yəni deyilişdə sadəcə sözün sonunda bir dənə z dedik.
Deməli, çətinlik yaradan sadəcə yazılışdır. Yazanda bu qaydaya fikir veririk, amma demək istəyiriksə sadəcə z deyirik və salam. İndi bura qədər hər şey aydındırsa, onda de görüm bu boşluqda biz to by feilini necə işlətməliyik? Yəni bu variantlardan hansı düzdür? 10 saniyə vaxtınız var. Əgər cavabı tapa bilməsəz, videonu dayandırın, düşünün. Cavabı tapandan sonra təkrar izləyin. Vaxtımız bitdi. Düzgün cavab D variantı. Bəli, burada şəxsimiz he olduğu üçün feilin sonuna ya s ya da es əlavə etməliydik və by sözündə y hərfindən əvvəl sait gəldiyi üçün sadəcə s əlavə olunur. İndi də gəlin bu cümləyə baxaq və görək to cry feili bu boşluqda necə işlənməlidir. Vaxt bitdi və düzgün cavabımız C variantıdır. Deməli, şəxs she olduğu üçün burada feilin sonuna ya s ya da es əlavə etməliyik. Və feilimiz y hərfi ilə bitdiyi üçün ondan əvvəl gələn hərfə baxırıq. Və samit olduğu üçün y hərfini i hərfinə çeviririk, ondan sonra da es əlavə edirik. İndi gəlin bir dənə bu sualın da cavabını tapaq və keçək yeni sözlərə. Əlbəttə ki, düzgün cavab E variantıdır. Burada feilin sonuna heç bir şəkilçi əlavə etmirik, çünki şəxsimiz we'dir. İndi cümlələr qura bilmək üçün gəlin başqa sözləri öyrənək. Məsələn, bilirik ki, home ev deməkdir. Yəni yazanda belə yazırıq, deyəndə isə home deyirik. Amma evdə demək istəsək olur at home. Yəni sözün qarşısına at yazırıq. Bu at olaraq tələffüz olunur. Azərbaycan dilində də daha dəyər şəkilçisini əvəz edir. Məsələn desək, o evdə qalır, qadın cinsində. Olacaq o, she, sonra qalır, stay. Amma burada nə etməliyik? Mübtədamız she olduğu üçün feilin sonuna ya s ya da es əlavə etməliyik. İndi y hərfi ilə bitən feildirsə, ondan əvvəl gələn hərfə baxırıq. Sait olduğu üçün sadəcə s əlavə edirik. Ondan sonra da yazırıq evdə. Yəni at home. Deməli, o evdə qalır, olur. She stays at home. İndi əgər desək, o bütün günü evdə qalır. Qadın cinsində olacaq. She stays at home. Yəni, o qalır evdə, sonra da bütün günü. Yəni, all day. Və bu cümlədəki yeni sözümüz bütün sözüdür. İngilis dilində belə yazılır, all deyilir. Yəni, A-lı hərf birləşməsini uzun O kimi tələffüz edirik. Və bütün günü olur all day. Amma istəsək biz burada bütün günü sözünü all day long olaraq da işlədə bilərik. Yəni all day sözünə sadəcə long söz əlavə edirik. Bu da bütün günü mənasını verir. İndi bu ifadə ilə all day ifadəsinin fərqi nədir? All day sadəcə bütün günü deməkdir, amma all day long bütün günü fasiləsiz mənasını verir. Yəni bütün günü dayanmadan fasiləsiz demək istəyiriksə, deyirik all day long. Yox, əgər sadəcə bütün günü deyiriksə, olur all day. Və bu söz Azərbaycan dilində uzun deməkdir. Yazanda belə yazırıq, deyəndə isə long deyirik. Və ingilis dilində n-g hərf birləşməsi nq olaraq tələffüz olunur. Yəni bu q səsini tam şəkildə demirik. Nq. İndi gəlin bir neçə ölkə adı öyrənək. Məsələn, doğma yurdumuz Azərbaycan. İngilis dilində bu şəkildə yazılır, deyəndə isə Azərbaycan və yaxud da Azərbaycan deyirik. Amma indi Azərbaycanı demək istəsək, onda Azərbaycan sözünün qarşısında to işlədirik, istiqamət bildirən A-ə şəkilçisi. Olur to Azərbaycan və yaxud da to Azərbaycan. İndi demək istəsək Azərbaycanda, onda Azərbaycan sözünün qarşısına in əlavə edirik. Olur in Azərbaycan və yaxud da in Azərbaycan. Digər sözümüz Fransa. Yazanda belə yazırıq, deyəndə isə France və yaxud da France deyirik. Yenə Fransaya demək istəsək, qarşısına to əlavə edirik. Olur to France və yaxud da to France. Fransada demək istəsək, in əlavə edirik. Olur in France və yaxud da in France. Digər sözümüz Almanya.
Yazanda belə yazırıq, deyəndə isə Germany deyirik. Germany. Amma desək Almaniyaya olur. To Germany. Almaniyada olur. In Germany. Yazanda belə yazırıq, deyəndə isə belə. Digər sözümüz Amerika. Yazanda belə yazırıq, deyəndə isə Amerika deyirik. Amerika. Amerikaya olur. To America. Amerikada in America. Digər sözümüz Alman və yaxud da Alman dili. Yazanda bu şəkildə yazırıq, deyəndə isə German deyirik. German. Digər sözümüz Azərbaycan dili və yaxud da Azərbaycanlı Azəri. Bu şəkildə yazılır, yəni sözün sonuna i hərfi əlavə olunur, deyəndə isə Azərbaycani və yaxud da Azərbaycani olur. Məsələn, o Almaniya uçur, kişi cinsində. İndi tərcümə edəndə birinci şəxsimizi yazırıq, yəni o sözünü, he. Ondan sonra uçur, yəni fly və burada şəxsimiz he olduğu üçün feilin sonuna ya s ya da s əlavə etməliyik. İndi feil y hərfi ilə bitəndə dedik, ondan əvvəlki hərfə baxırıq. Əgər samitdirsə, y hərfini i-yə çevirib sonra s əlavə edirik. Yəni y hərfini olduğu kimi saxlayıb s əlavə etmək və yaxud da yenə y hərfini olduğu kimi saxlayıb sonra i, s əlavə etmək olmaz. İndi uçur sözünü yazdıq, qaldı Almaniyaya. Almaniyaya deyəndə burada istiqamət bildirən AL şəkilçisi var. Ona görə də olur to Germany. Deməli, o Almaniyaya uçur, olur. He flies to Germany. Və yaxud da desək, mən Azərbaycana uçuram. Olur. Mən uçuram. I fly. Ondan sonra Azərbaycana. To Azərbaycan. Baxın, burada feilin sonuna s əlavə etmədik, y-ni i-yə çevirmədik, çünki şəxsimiz I-dır. Həmin dediyim y-ni i-yə çevirmək, s əlavə etmək o ancaq şəxsimiz he, she, it olsa olur. Yəni digər şəxslərdə I, you, we, they olanda feilin sonuna heç bir şəkilçi əlavə olunmur. İndi biz burada mən Azərbaycana uçuram yox, gedirəm demək istəsə, yenə cümləmizin tərcüməsi olur I fly to Azerbaijan. Bəli, düz başa düşdünüz, go demədim, fly dedim. Yəni fly sözünü həm də getmək kimi işlədə bilərik. Amma nə zaman? Bax, əsas budur. Əgər təyyarə ilə gediriksə, onda rahatlıqla fly deyə bilərik. Amma təyyarə ilə yox, başqa bir nəqliyyat vasitəsilə gediriksə, onda fly demək olmaz. Və yaxud da desək, o səmada uçur. Orta cinsdə. Yəni burada artıq uçmaq sözünü təyyarədə uçmaq yox, səmada quşun uçması kimi düşünürük. İndi tərcümə etmək üçün birinci yenə yazırıq. O uçur, it yazırıq. Ondan sonra uçur sözü, yəni fly sözü sadəcə itlə işlətdiyimizə görə burada fly sözünün sonuna s əlavə edirik və y hərfini i hərfinə çeviririk, çünki y-dan əvvəl samit işlənib. Ondan sonra da yazırıq səmada. In the sky. Bu bizim yeni sözümüzdür. Yəni səma sözü bu cür yazılır, sky deyilir. Amma səmada demək istəyəndə, yəni bura bir da şəkilçisi əlavə edəndə, onda həmin sözün qarşısına bir in sözünü əlavə edirik. Həmin o da şəkilçisidir. Bir də z müəyyən artiklı. Yəni bunun heç bir tərcüməsi yoxdur. Sadəcə səmada deyəndə bu şəkildə yazılır və in the sky deyilir. İndi o səmada uçur, olur. It flies in the sky. Və yaxud da desək, o çərpələng uçurur qadın cinsində. Olacaq she flies a kite. Buradakı yeni sözümüz çərpələngdir, yəni uçurtma. İngilis dilində belə yazılır. Deyəndə isə kite deyirik. Kite. Qarşısında da artikl işlətdik, çünki çərpələng sayılan isimdir və samit səslə başlayıb, ona görə artikl olur. İndi əgər demək istəsək, mən alman dili öyrənirəm. Olacaq. Mən öyrənirəm, yəni I study və yaxud da I learn, ondan sonra da alman dili, yəni German. Deməli, biz burada öyrənirəm deyəndə həm study, həm də learn deyə bilərik. Sadəcə bunlar arasında cüzi bir fərq var. Belə ki, study hardasa məktəbdə, kursda öyrənmək kimi gedir, amma learn özümüzün öyrənməsi kimi başa düşülür. Yəni özüm evdə öyrənirəm, hansısa tətbiqdən və s. Və bir də burada diqqətli olun, bu cümlənin tərcüməsində biz burada Germany işlədə bilmərik, çünki Germany Almaniya deməkdir, Alman dili demək deyil. Biz isə Alman dili deyirik, ona görə olmalıdır German. İndi deyək, onlar futbol oynayırlar.
Tərcümə etmək üçün birinci deyirik. Onlar oynayırlar. They play. Ondan sonra da futbol. Bu da bizim yeni sözümüzdür. Yəni futbol sözü ingilis dilində bu şəkildə yazılır. Football deyilir. Və bu söz mürəkkəb sözdür. Foot və ball sözünün birləşməsindən əmələ gəlib. Bilirsiniz ki, foot ayaq deməkdir. Ball isə top. Yazanda bu şəkildə yazırıq və sözdəki A-lı hərf birləşməsini də uzun O kimi tələffüz edirik. Olur ball. Və bir də ingilis dilində futbol sözünü belə yox, belə işlədə bilərik. Deyəndə isə soccer və yaxud da soccer deyirik. Deməli, onlar futbol oynayır olacaq. They play soccer və yaxud da they play football. Və yaxud da desək, o topla oynayır. Olacaq. O oynayır, yəni she plays. Ondan sonra da topla. With a ball. Burada bilirik ki, ball top deməkdir. Bu with isə la şəkilçisidir. Yəni topla deyəndə burada biz with a ball deyirik. Deməli, Azərbaycan dilində la lə şəkilçisi və yaxud da i ilə bağlayıcısı ingilis dilində olur with. Yazanda belə yazırıq, deyəndə isə with deyirik. With. İndi isə gəlin bu play sözünü oynamaq yox, çalmaq və yaxud da ifa etmək mənasında işlədək. Yəni deyək, o gitara çalır. Yenə olacaq. She plays, yəni o çalır, o ifa edir. Ondan sonra da gitara. The guitar. Yəni gitara sözü ingilis dilində belə yazılır. Guitar və yaxud da guitar olaraq tələffüz olunur. Amma burada əsas yadda saxlayırıq ki, əgər play sözünü çalmaq və yaxud da ifa etmək mənasında işlədiriksə, ondan sonra gələn musiqi alətinin qarşısında mütləq the artiklı işlənir. Və bu hissəni də əsas məktəblilər yadında saxlasın. Deməli, play sözündən sonra oyun adı deyiriksə, onda the artiklı işlənmir. Yox, əgər musiqi aləti deyiriksə, onda mütləq işlənir. İndi cümləni dəyişib, gitar əvəzinə piano desək, cümləmiz olacaq she plays the piano. Yəni, yenə piano sözünün qarşısında the artiklı işlənəcək və piano sözü elə ingilis dilində də elə yazılır. Sadəcə deyəndə piano deyirik. Yəni, axırında o deyilir. İndi məsələn, demək istəsək ki, mən skripka çalıram. Burada öncə skripka sözünü bilməliyik və skripka sözü də bu şəkildə yazılır. Violin deyilir. Violin. İndi əsas sual. Biz burada I play the violin deməliyik, yoxsa I play violin? Əlbəttə ki, deməliydik the violin. Yəni, violin sözünün qarşısında the müəyyənli artiklı işlətməliydik. Çünki play sözündən sonra musiqi alətini the artiklı ilə işlədirik. Bəs desəm, mən golf oynayıram. Olacaq, I play the golf, yoxsa I play golf? Əlbəttə ki, golf. Yəni, müəyyənli artiklı işlətmirik. Çünki golf oyun adıdır, musiqi aləti deyil. Bugünkü sözlərimiz və qaydalarımız bu qədər. İndi keçək ev tapşırığına. Birinci tapşırıqda cümlələri tərcümə edirik. İkinci tapşırıqda verilmiş sözlərdən cümlə qururuq. Üçüncü tapşırıqda cümlədəki boşluqlara uyğun gələn söz önlərini yazırıq. Dördüncü tapşırıqda isə düzgün variantı seçirik. Ev tapşırıqlarımız hələ ki bu qədər. İndi gəlin keçən dərsin ev tapşırıqlarına baxaq.